إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Buluğul Maram kitabına Taharet kitabının altında olan sular fəslindəki sonuncu iki hədisi qeyd edəcəyik. Deməli, Əbu Hüreyrədən gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, əgər sizdən birinizin içkisinə milçək düşərsə, onu tamamilə batırsın, sonra çıxarıb atsın. Çünki onun qanadlarının birində xəstəlik, digərində isə şəfa vardır. Bu hədisi Buxar rivayət eləyib, Əbu Davud rivayətində isə bu əlavə var ki, o tərkibində xəstəlik olan qanadı ilə özünü qorumağa çalışır. Hədisin şərhində qeyd olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin milçəyi tam batırsın sözü o deməkdir ki, yəni ümumiyyətlə milçək hər kəsə məlum, bəlli olan, uçan bir canlıdır, heyvanların ən zəifindəndir və ona görə də Uca Allah Quran-ı Kərimdə yəni onu misal çəkərək, yəni insanlara, məxluqata meydan oxuyaraq buyurur ki, Ya eyyuhənnəs, duribə məsəlun fəstəmi'u ləh. Ey insanlar, bir misal çəkildi, ona qulaq asın. Deməli, uca Rəbbimiz, uca Allah, göylərin 7 qat samanın üzərindən bizi dinləməyə dəvət edərək buyurur ki, qulaq asın. Və biz də deyirik ki, eşitdik və tabi olduq. Daha sonra görək uca Allah nə buyurur? İnnellezîne ted'ûne min dûnillâhi len yexluqû zübâben velev ictema'û leh. Allahdan başqa çağırdıqlarınız bir yerə toplansalar belə bir milçək belə yarada bilməzlər. Deməli, Allahdan başqa dua etdikləriniz, yalvardıqlarınız, o nəzir kəsdikləriniz, qurban kəsdikləriniz, qabağında zəlil olduqlarınız, ona dua etdikləriniz, hamısı o bütlər, o ağaclar, o yəni seydlər, ağalar və yaxud da övliyalar, hansı ki bunlar ölüb gediblər, onlardan istəyirlər, onlara Allaha ortaq qoşurlar, şərik qoşurlar, Allahla bərabər onları çağırırlar. Bunlar hamısı bir araya yığılsalar da belə, toplansalar da belə, məxluqatın ən acizi, ən xırdası, ən zəifi olan milçəyi belə yarada bilməzlər. Hansı ki, milçək heyvanların ən zəifi və zəifidir, ən acizidir. Hətta elə bir heyvandır ki, nə bir yuvası var, nə qaldığı sabit bir yeri var, haraya qonsa oranı özü üçün bir məskən edər və heyvanların ən acizidir. Və Uca Allah buyurur ki, yəni onlar bir milçək yarada bilərlərmi? Yəni buna qadir olmayan, xırda bir milçək yaratmağa qadir olmayandan onlar necə gedib öz ehtiyaclarını, öz hacətlərini istəyə bilərlər, öz problemlərini, müşkillərini onlara ərz eləyə bilərlər. Hansı ki, nə ibadətdən onların payı var, nə də yaratmaqda onların bir payı var. Ona görə də yəni onların hamısı bir araya gəlsələr, bir milçək belə yaratmağa gücləri çatmaz. Və milçək müəyyən zamanlarda və məkanlarda çoxalan, hamının tanıdığı uçan bir canlıdır. Və Peyğəmbərin sallallahu aleyhi və səlləmin deməsi ki, sizdən birinizin içkisinə, buradakı içki kəlməsi ümumi bir kəlmədir və mütləq şəkildə işlədilmiş tək isimdir və hər şey əhatə eləyir. Buraya su da daxildir, süd də daxildir, şorba da daxildir, çay da daxildir, kofe da daxildir. Yəni, hər hansı bir maye olarsa, bu hədis ona aiddir. Və həmsə Peyğəmbərin sallallahu aleyhi ve sellem onu tam batırsın, əmri isə bizi öyrədir ki, həmin deməli, içki mütləq maye halında olmalıdır ki, milçək ora batırma mümkün olsun. Əgər misalsa baldırsa, bal təbii ki, bərk haldadırsa, milçəyi ona batırmaq olar, yoxsa yox? Cavab xeyr. Çünki milçəyi həmin bala batırmaq mümkün deyil, çünki o qatı haldadır. Lakin əgər ola bilsin ki, indi insan səhər-səhər
bir qaşıq balla bir stəkan su içir, hansı ki balı suya qarışdırır və artıq burada bal durlaşdısa, o zaman burada nədir? O zaman düşən milçəyi ora batırmaq mümkündür. Hər bir halda hədis göstərir ki, burada söhbət milçəyin batırıla biləcəyi mayələrdən gedir. Və həmçə Peyğəmbərin sallallahu əleyhi və səlləm sonra onu çıxarıb atsın sözü isə onu bildirir ki, insan bilmədən milçəyi mayə ilə birlikdə udmasın. Çünki çox kiçikdir və çıxarılmasa fərqinə varmadan insanın mədəsinə gedə bilər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, çünki qanadlarının birində xəstəlik, digərində isə şəfa var. Sözdən gəldikdə isə həqiqətən də yəni Peyğəmbər sallallahu əleyhi və səlləm o vaxtı nə tibb fakültəsini bitirmişdi, nə tibb universitetinin məzunu idi. Lakin ona vəhiy gəlirdi. O dövrdə kim bilə bilərdi ki, milçəyin bir qanadında dərd, mikrob, digər qanadında isə şəfa var. O vaxtı nə müasir analizlər, nə də inkişaf etmiş, indiki kimi inkişaf etmiş tibb var idi. Yəni deməli bu elmi onu öyrədən uca Allahdır. Allah tərəfindən gələn bir vəhiydir. Və tibb də bu günləri isbat edir ki, müasir tibb bəli həqiqətən də milçəyin bir qanadında dərd, digər qanadında isə şəfa var. Və hədisdə keçən yəni bir qanadında xəstəlik, dərd var. Yəni burada alimlər qeyd edirlər ki, o milçəyin daşıdığı xüsusi bir xəstəlik və ya mikrob deməkdir. Və o birində isə şəfa var. Digər qanadında isə şəfa var. Alimlər qeyd edirlər ki, iki mənaya gələ bilər bu. Ya bu şəfa məhz həmin milçəyin gətirdiyi xüsusi xəstəliyin əlacıdır, ya da ümumi bir şəfadır ki, bir çox dərdlərə dəva ola bilər. Hər bir halda biz hədisə iman gətirmişik ki, onun deməli bir qanadında dərd, bir qanadında isə şəfa vardır. Lakin həmçində biz burada bir məsələni qeyd edə bilərik ki, biz həkimlərin və astronomların sözlərinə ona görə tamamilə istinad etmirik ki, dinimiz onların dediyi şeyi təsdiq edəndə biz onların dediklərini qəbul edirik. Əksinə, yəni kitab və sünnənin dəlil olduğu hər bir həqiqəti onlar inkar etsələr belə, biz bunu qəbul edirik. Yəni, ola bilər ki, məsələn, indi müasir tibb isbat edir ki, bəli, milçəyin bir qanadında, dərd digər qanadında şəfa var. 10 ildən sonra, 15 ildən sonra, yarım əsrdən, bir əsrdən sonra çıxdı, yəni sonradan gələn tibb dedi ki, boş şeydir, yalandır, belə bir şey inanmayın və s. və axır. Hətta onu tibb desə də belə, 5 ildən sonra, 10 ildən sonra, 100 ildən sonra desə də belə, yenə biz onları bu məsələdə sözdən qəbul edəmirik. Çünki bizim üçün əsas meyar, tərəzi, ölçü Peyğəmbər sallallahu əleyhi və səlləm bu məsələdə onun sünnəsidir. Ki, o Allah tərəfindən ona gələn vəhiy ilə bildirib ki, onun bir qanadında dərd, digər qanadında isə şəfa var. Və həmçinin sual verilə bilər ki, biz axı əvvəldə dedik ki, qeyd edildiyimiz hədislər sular fəslinin altında olan hədisdir. Yaxşı, bu hədisin sular fəslinə əlaqəsi var. Alimlər qeyd edirlər ki, yəni müəllif İbn Həcər Əl-Əsqalani, Allah ona rəhmət etsin, bu hədisi ona görə gətirib ki, milçək kimi kiçik canlılar az miqdarda suya düşüb orada ölsələr, o su çirkli su, nəcis su sayılmır. Və hədisdən faydalar çıxartmaq olar. Birinci fayda. İslam şəriəti həm qəlb xəstəliklərini, həm də bədən xəstəliklərini bəyan edən kamil bir dindir. Elə bir məsələ yoxdur ki, insanların həm dünyası, həm də axirəti üçün ona ehtiyac olsun, lakin Allah və Rasulü onu açıqlamasın. Və qəlb xəstəlikləri və ibadətlərlə bağlı məsələlər bəlli olduğu kimi, kitab və sünnədə, Quran və sünnədə bədən sağlamlığına dair mühüm əsaslar da mövcuddur və onlardan elə qeyd etdiyimiz bu hədis ki, bu hədislə biz yəni
bədənimizin sağlamlığına fikir vermiş oluruq. İkinci fayda. Milçək nə diri halda, nə də ölü halda nəcis deyil. Yəni, bu hökm Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözündən çıxarılır ki, onu batırsın əmrindən götürülür. Çünki milçək əgər nəcis olsaydı, batırıldığı zaman az miqdarda olan suyu murdar nəcis edərdi və Peyğəmbər sallallahu əleyhi və səlləm həmin suyun tökülməsini əmr edərdi. Yerə boşaldılmasını əmr eləyərdi. Çünki artıq nədir? Su nəcis olur. Lakin qeyd elədi ki, yəni milçək nə diri halda, nə də ölü halda nəcis deyil. Üçüncü fayda. Əgər milçək maye deyil, bərk qidanın, misal üçün, qatıq, məsələn, əridilmiş kərə yağı, hansı ki, soyuducuda qalıb, sonra isə soyuducudan xarica qoyulub, əgər bunların üzərində düşərsə, alimlər qeyd edirlər ki, o zaman bu milçək nədir? Həmin deməli qidaya batırılmır. Bu həm şəri dəlilin, həm də ağlın tələbidir. Şəri dəlilin tələbi, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm bu ki, yalnız yəni içiləcək şeyə batırılır və həmçinin ağlın tələbi ona görə ki, yəni əgər qatı şeyə batırılsa, aydındır, o zaman o milçək o qidanın içərisində parçalanır və yeməyi daha da bərbad hala salar ki, bu da insan üçün ikrah hissi doğurar. 4. Milçək təmizdirsə, digər canlıları da milçək ilə müqayisə etmək olarmı? Yəni, qeyd elə ki, onun ölüsü də, dirisi də təmizdir, suya düşdüsə onu murdarlamaz. Yəni, buna ağızı qanad, xırda milçəklər, bunları ayırt etmək olar, yoxsa yox. Alimlər qeyd edir ki, bəli, axar qanı olmayan hər bir canlı diri ikən də, ölü ikən də təmizdir, nəcis deyil. Hətta həmin canlının yeyilməsi haram olsa da belə, onun yəni ölüsü nəcis sayılmır. Misal olaraq, burada İbn Hüseyn rahimehullah peyin böcəklərini misal olaraq çəkir ki, suya düşüb orada ölsə, su təmiz qalır və nəcis olmur. Və həmçinin eyni ilə də əqrəb də təmiz sayılır, çünki onun axar qanı yoxdur. Belə canlılar suya düşüb ölsələr, hətta suyun rəngi və ya dadı və ya yəni iyi yəni dəyişsə də belə, o su yenə də təmiz hökmdədir, təmizləyici hökmdədir. Çünki yəni həmin bu heyvanların ölümü ilə həmin su nəcis sayılmır, murdar sayılmır. 5-ci fayda, bu hədisdə Allahın qüdrətinin bəyanı. Yəni Allah hər şeyə qadirdir və milçək məlum olduğu kimi zəif və kiçik bir canlıdır. Lakin Allah onda bir-birinə zidd olan iki şeyi, xəstəlik və şəfanı birləşdirmişdir. Və bu da Allahın kamil qüdrətinin nişanəsidir. Və biz bilirik ki, Allah bir varlıqda fayda, digərinəsə zərər yarada bilər. Lakin eyni bir kiçik varlıqda həm zərəri, həm də onun əlazını yerləşdirməsi olduqca heyrətamizdir. Və bu Allahın qüdrətinin nişanələrindəndir. 6-cı fayda, əgər suyun dadı batan milçəyin dadı ilə dəyişərsə, əvvəldə qeyd etdiyimiz kimi o su murdar sayılmaz. Və bu hökm Peyğəmbərin sallallahu əleyhi və səlləm onu batırsın sözündən götürülür. Və deməli, əgər su milçəyin batırılması nəcis olsaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm onu batırmağa əmr etməzdi. Çünki əgər belə olsaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm suyu korlayacaq bir şey əmr etmiş olardı ki, bu da İslam şəriəti baxımından mümkün deyildir. 7-ci fayda, milçək haramdır. Bu Peyğəmbərin sallallahu əleyhi və səlləm sonra onu çıxarıb atsın sözünə əsaslanır ki, içəcəyə daxil olmasın. Bəs milçək kimi insan təbiətinin iyrəndiyi digər şeylər də milçəyə qiyas edilə bilərmi? Onlar da haram sayılırmı? Cavab olaraq alimlər qeyd edirlər ki, bəzi alimlər hesab edirlər ki, İnsan nəfsinin iyrəndiyi hər bir şey bu məsələdə milçəyə qiyas edilə bilər. Yəni, onlar da haram sayılır. Lakin burada nəfs dedikdə sağlam təbiətli insanlar nəzərdə tutulur. Hər kəs deyil. Çünki insanlar arasında elələri var ki, heç nədən iyrənmir və hər şeyi yeyir. Yəni, milçək, nə bilim,
başqa hər hansısa bir xoşa gəlməz heyvanlar onları qəbul eləyir. Elələri də var ki, pak və halal olan şeylərdən belə yəni. Məsələn, insandır adicə məsələn toyuq ətini yemir. Deməli, deməli burada alimlər qeyd edirlər ki, burada nəfs deyildikdə, insan təbiəti deyildikdə sağlam təbiətli insanlar nəzərdə tutulur. Hər kəs deyil. Hətta burada İbn Hüseyn rahimehullah çəyirtkəni misal gətirir ki, yəni dostlarımızdan birinə çəyirtkə hədiyyə edildiyi zaman, çəyirtkə verildiyi zaman o dedi ki, yəni mən deyir o çəyirtkəni yeyəndə sanki deyir ölümü deyir gözlərimin qabağında gördüm. Və təbii ki, o şeyi həzm eləyə bilmədiyinə görə, xoşlamadığına görə bu sözü deyir. Lakin, yəni indi deyək ki, indi bir adam bunu xoşlamadı, çəyirtkə haramdır, əti yeyilmir, qəbul edilmir, xeyr. Çünki halbuki çəyirtkə ən pak və təmiz heyvanlardan biridir, nemətlərdən biridir və Peyğəmbər sallallahu əleyhi və səlləm çəyirtkə haqqında kəlamı da mövcuddur ki, yəni balıq və həmçinin çəyirtkənin ölüsü və dirisi halaldır. 8-ci fayda Peyğəmbərin sallallahu əleyhi və səlləm onu batırsın əmri əslində irşad xarakteri daşıyır, yönəltmə, yol göstərmək xarakteri daşıyır. Çünki o zərərli olan bir şeyin deməli əks tərəfi ilə, yəni şəfa ilə qarşılanmasını istəmişdir Peyğəmbər sallallahu əleyhi və səlləm. Deməli, burada hökm müstəhəb və irşad arasındadır. Əgər məqsəd suyu tökmək olsaydı, yəni milçək düşdüsə suyu boşalt, yəni burada məqsəd bu olsaydı, içilməsin, yəni onda Peyğəmbər sallallahu əleyhi və səlləm milçəyin batırılmasını əmr eləməzdi. Çünki milçək düşdükdə artıq dərd mikrob suya keçir, onun batırılması isə həmin dərdi aradan qaldırmaq üçündür. Həmin mikrobu aradan qaldırmaq üçündür. Yaxşı, burada bir məsələni də qeyd edir ki, milçək batırılıb çıxardıldıqdan sonra həmin su içmək olar, yoxsa onu tərk etmək lazımdır. Cavab olaraq qeyd olunur ki, həmin içəcək su olsun, kofe olsun, süd olsun, ya bu içilməlidir, bunda heç bir problem yoxdur. Çünki artıq həmin o maye halında olan şey xəstəlikdən, mikrobdan yəni təmizlənib. Yəni biz artıq xəstəlikdən, mikrobdan əminik. Lakin əgər insan ondan iyrəndiyi üçün içə bilmirsə, onu içməyə məcbur etmək olmaz. İçməyə məcbur deyil. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm mübah olan bir şeyi bəyənmədiyi üçün tərk etməyə qadağan eləməmişdi. Buna misal dab demək olar ki, dab əti, hansı ki bu səhrada olur, bu heyvan. Peyğəmbər sallallahu əleyhi və səlləm onu yeməkdən imtina elədi və səbəbini izah elədi ki, həqiqətən o mənim qövmümün torpağında adətində yoxdur. Ona görə də özümü ondan yəni xoşlanan görmürəm. Ona görə əgər bir sizə milçək düşərsə, onu batırıb sonra çıxardıqdan sonra kimsə ondan içmək istəsə, yəni bunda təbii ki, heç bir qəbahət yoxdur, içə bilər. Və kimsə də içmək istəmirsə, onu bu məsələdə yəni illa da içməlisən, ona zor tətbiq etmək düzgün deyil. Ola bilsin ki, insan da içmək istəmir, bunu qəbul etmək istəmir. Yaxşı, bəs birdən milçək əgər bir maye halında olan bir suyun, yəni daha doğrusu maye halında olan bir şeyin içərisinə düşərsə, su olsun, çay olsun, düşdü və biz onu oradan həmin milçəyi suya batırdıq, sonra isə onu kənara atdıq. Bu barədə həmin misal üçün belə deyək də, fincanın sahibinə, hansı ki onunla kofe içir, çay içir, xəbər verməliyik, yoxsa ki yox. Ki yəni sənin belə deyək də fincanına və yaxud da stəkanına milçək düşmüşdü, biz onu oradan xaric etdik. Bu barədə alimlər qeyd edir, xeyr vacib deyil, çünki burada heç bir təhlükə yoxdur artıq.
ola bilsin ki, xəbər verdiyin şəxs milçəkdən iyrənən insanlar da olsun və içməkdən imtina etsin. Əgər ortada nə şəri bir qadağa, nə də bədənə bir zərər yoxdursa, bunu xəbər vermək məcburiyyətində deyilsən. Çünki həmin içəcək artıq təmizdir.